Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, qul fərqinə varmadan elə bir kəlmə söyləyə bilər ki, yəni bu kəlmə sayəsində məşriqlə məğrib arasında bir məsafədə cəhənnəm oduna sürüklənər. Nə deməkdir? Bu adam fərqinə varmır, söylədiyi xeyirdirmi, şərdirmi? Elə danışır, nə gəldi danışır. Qardaş, bəlkə danışdığın şərdir, bəlkə küfürdür, bəlkə qeybətdir, bəlkə zəndir və s. və ilaxır. Nə gəldi danışır? Ona görə insan gərək danışdığı sözə diqqət eləsin. Nə gəldi danışma olmaz. Fərqi istəyir Allahın dinində olsun. İstəyir qul haqları olsun. Dəqiqləşdirib, öyrənib danışmaq lazımdır. Yoxsa elə nə gəldi danışmaq, fərqinə varmadan, söylədiyimdə xeyir varmı, yoxsa şərmi var, fəsad olacaqmı, son aqibəti nədir? Belə olanda bax cəzası da bax qeyd olunan kimidir, hədisdə qeyd olunan kimidir. Ona görə Allahdan qorxmaq lazımdır. Hər şey danışmaq olmaz. Necə bir nəfər olur, bir kişiyə deyir ki, günahkar kişiyə, vallahi Allah səni bağışlamayacaq. Bax görsən, fərqinə varmadan nə gəldi danışır. Qiyamət gün gəlir, qarşılaşırlar. Allah da nedir ona? Kimidir mənim adımdan and içib mənim yerimə danışan? Sən hardan bildin mən onu bağışlamayacağam? Mən onu bağışladım, sənin də əməlləri puç elədim. Görsən, insan fərqinə varmadan nə gəldi danışanda bax belə olur. Görsən, nə gəldi danışır, sonra fəsad olur, dava, qırğın, ara dəyir. Nə gəldi danışır, sonra ölümlə nəticələnir. Az olub belə hadisələr. O qədər cinayətlər baş vermə səbəblərindən biri nədir? Nə gəldi danışır, əsəbləşir, söz deyir, qışqır, bağırıq çalır, fərqinə varmır. Dedi, o da qaytardı, əsəbləşir, axır nə oldu? Qətl. Biri zindana, biri də qəbrə. Ona görə insan çalışmalıdır ki, diqqətli olsun, danışdığı sözə fikir versin. Çünki hər dediyi kəlməni yazan mələklər var.